Kəsmə yüksəkliyinin 10 metr olduğunu nəzərə alaraq çökəkliyin dərinliyini tapın. Test tapşırığında verilmiş horizontal çökəkliyi göstərir. A variantında 45 metr, B 75 metr, C 85 metr, D 120 metr, Y 205 metr. Məlumdur ki, burada dərinlik nöqtəsi 85 metr olduğunu bilərək, biz daxili horizontalın qiymətini tapa bilərik. Daxili horizontalın qiyməti burada 85-dən böyük 10-a bölünən ədəd 90 metrdir. 90 metrin üzərinə kəsmə yüksəkliyin sayı 4 olduğu üçün 4-ü kəsmə yüksəkliyin qiymətinə vururuq. 90 üzərinə gəl 40 bərabərdir 130 metr. 130 metr burada xarici horizontalın qiymətidir. Test tapşırığında bizdən çökəkliyin dərinliyini soruşduğuna görə 130 metrdən 85 metri çıxıb 45 metr. Test tapşırığının doğru cavabı A variantıdır.